Salam izləyicilərim, hər birinizi kanalımda xoş gördüm. Bugün mən tüstü sovuran aparat düzəldəcəm. Yəni daha doğrusu necə düzəldilir onu göstərəcəm. Bizə bir ədəd belə bir fan lazımdır. Bunu mən laboratoriya blokdandan götürmüşəm. Yəni ki, kompüter ATX-indən. Ondan sonra siz bunu fanı hardan tapa bilərsiniz? UPS-lərin içərisindən və yaxud soyutma olan bir gördüyünüz ki, oradakı ventilyator işləyir. Bilin ki, orada fan var. Oradan götürə bilərsiniz. Yəni arxasında da göstərir ki, neçə volt, neçə amper istifadə olunur. Məsələn, burada yazı ilə 12 göstərilib. Yəni ki, 12 voltu dəstəkləyir. Tüstü sovuran aparatı düzəltməkdən ötəri birinci bizim 12 voltdan yüksək, yəni 18-16 volt arası bizə voltaj lazımdır. Yəni güc qaynağı lazımdır. Mənim əvvəlcədən proyektim olan UPS-dən 18-20 volt çıxışı var. Mən ondan istifadə edəcəm. Sonra isə lazım olan, əgər siz onu təkmilləşdirilmiş eləmək istəyirsinizsə, bir ədəd korobka və arxasına pambıq və yaxud marla, yəni nəm olacaq şəkildə arxasına qoyursunuz ki, o tüstünü yəni arxaya ötürüb onda yıxsın. Bildiyiniz kimi bu tüstülər, yəni kanifol və yaxud paniklər, lehim qələmli iş görəndə kauçukun tüstüsü bu insan sağlamlığı üçün həddindən artıq çox zərərlidir. Çünki o ağciyərə daxil olduqda ağciyərdə bir problem yarada bilər. Bunun üçün mütləq şəkildə tüstü sovuran aparat lazımdır. Bunu isə mən göstərəcəm, necə işlətmək olar, onu göstərəcəm. Yenə bildirdiyim ki, bir ədəd 12 voltluq fan lazımdır. Sonra isə 16 voltluq bir ədəd belə deyək isə adaptor lazımdır və yaxud 18 volt. Amperaj fərqi yoxdur. Amperaj, yəni onsuz bilir, 16 voltda həmişə 2-3 amper yəni çıxış olur. Yəni bu qədər. İndi isə mən sizə necə çalışdığını, əhəmiyyətini göstərəcəm. Yəni necə çalışır, mahiyyəti necə işləyir onu göstərəcəm. Gördüyünüz kimi burada fanım işləyir. Yəni səsindən də görə bilərsiniz. Bu fandır. Burada isə transformatorumun artıq part 2-yə yığmaq istəyirəm. Burada transformator körpü dioddur. Ondan sonra gəlir 15.000 mikrofaraddlıq kondensatora, kondensator blokuna. Oradan da gəlir, yəni çıxış gəlir bura. Bunu da bura tronik kimi, əvəzedici kimi taxacam. Gördüyünüz kimi burada plus minus da var. Ümid edirəm görürsünüz. Yox, burada, arxadadır. Yəni sizə bunun işləmə mahiyyətini göstərəcəm. Burada əgər tüstü sovuran şəkildə istəyirsinizsə, tüstü sovurmaq üçün fanın mütləq şəkildə arxaya gələcək şəkildə olmalıdır. Plus və minus düzgün şəkildə olduğu təqdirdə. Əgər plus və minusun yeri səhv salsa, əlbəttə tərsinə işləyəcək. Onda necə deyim sizə, buradan küləyə, bu tərəfdən küləyə alıb bu tərəfdən verməyəcək. Küləyi buradan alıb bu tərəfə verəcək. Düzgün işləməyəcək. İndi sizə göstərim. Fandır. Bir yerdə dayansa əla olar. Bəli, bu fandır. İndi isə bura çox az kanifoldan tüstü verirəm. Görürsünüz necə. Yəni, əhəmiyyət bundan kəsb olunur ki, bu buradan tüstünü alır, bu tərəfdən isə xaric edir. Bir daha göstəreyim. Yəni, görürsünüz, arxada artıq nə qədər tüstü xaric olunur. Bu isə bizim, baxın, gördüyünüz kimi, artıq oradan da bəri çəkir. Yəni, biraz yaxına götürsəm, daha da yaxşı çəkəcək. İndi isə bunun belə bir xüsusiyyəti var. Burada isə aldığı tüstünü, indi tüstünü belə deyək, havanı alır. İndi isə bunu xaricə ötürəcək. Yəni uzaqlaşdıracaq. Gördüyünüz kimi. Tüstünü bu da insanın ağciyərini ötürür. Ancaq belə olduğu şəkildə heç vaxt sizə zərər gəlməz.
Bəli əziz izləyicilərim, bir daha bir videonun sonuna gəlib çatdıq. Bugün mən videoda sizə tüstü sovuran aparat, yəni işləmə mahiyyəti göstərdim, necə işləyir, onu göstərdim sizə. Burada gördüyünüz kimi bir ədəd 12 voltluq fandır. Sonra 18 voltluq transformator və ya adapterdən istifadə edə bilərsiniz. Amperaj fərqi yoxdur. Burada gördüyünüz kimi qələmlə göstəreyim. Kanifolun, yəni ağac şirəsindən düzəldir, bildiyiniz kimi kanifol. Kanifolun burada yəni qırıntıları var. Yəni belə göstərim sizə. Kanifolun burada qırıntılar var. Bu parıldayan yerlər, yəni indi əlimlə siləcəm, siz görəcəksiniz. Burada bu parıldayan yerlər gördüyünüz kimi sildim. İndi istərsəm bunu silim. Yəni artıq üçün sildim. Yəni burada gördüyünüz kimi 3 ədəd artıq silmişəm. Ləkə deyil. Bu kanifolun yanmamış hissəsidir. Bu yanmayan hissə isə biz nəfəs aldıqda bu bizim ağciyərimizdə toplanır. Bu da insan sağlamlığı üçün ziyandır. Əgər kanifolla belə ağac şirəsindən, kanifoldan istifadə edirsə, lehim qələmindən bağlı yerdə istifadə edirsə, mütləq və mütləq şəkildə belə bir tüstü sovuran düzəldin. Yəni adi qabda yığmasanız da işlədiyiniz mühitdə olsun ki, o sizin nəfəsinizi qoymasın, nəfəsinizə düşməsin o tüstü. Əgər videonu bəyəndisə, kanala abunə olub bəyənməyi unutmayın. Oldu, çox sağ olun.